Salam, sabahınız xeyir olsun, hörmətli Şəhidin TV izləyiciləri. Bu günlərim 17 oktyabr 2025-ci il tarixdə biz 2-ci Şəhidlər Xiyabanındayıq, Fəxri Xiyabandayıq. Bu günlərim artıq 5 ildir ki, qəhrəman şəhidimiz Mayor Hacı Ramid Nərmanoğlu Allah dərgahında şəhidlik zirvəsindədir. 5 il artıq vətən müharibəsindən keçir. Allah Teala Ramid qardaşımızın timsalında cəm şəhidlərimizin məkanın cənnət, məqamlarını icra etsin. Amin. Və şəhidlər ölməz, vətən bölünməz dediyimizə görə də biz heç vaxt şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Salam olsun şəhidlərimizə. Və Azərbaycan Respublikası şəhid əlilləri və müharibələrinin müdafiə edilməyi adından, şəhidin TV kollektivi adından, Nərman dayı, Olmaz xalaya və şəhidimizin, qəhrəman şəhidimizin ailəsinə Allah'tan səbir de deyirik. Allah səbrimizi versin deyirik. Məkanın cənnət olsun şəhidim. Amin inşallah. Buyur Hacı. Allah kabul eləsin. Allah cəmiyə şəhidlərimizin ruhunu şad eləsin. Məqamlarını uca qərar versin. Cəmiyə Kərbəla şəhidlərinə, İslam şəhidlərinə məşhur eləsin inşallah. Şəhidimizin ruhuna və cəmiyə şəhidlərimizin ruhları haqqında salavat da deyirik. Allahümme salli ala Muhammedin və ali Muhammed. اللهم غافر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وبحق محمد وآله الأمجاد. Şəhid Ramid qardaşımızın ruhu şad və cəmiyyən şəhidlərimizin ruhları şad və bil-Fatihəti ma'as-salavat. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah. Onun ailəsinə, balalarına, əzizlərinə can sağlığı əta eləsin inşallah. Allah Teala cəmiyyən xalqımızı, vətənimizi qorusun. Cəmiyyən əskərlərimizi qorusun inşallah. Yaralı qazilərimizə şifa əta eləsin. Şəhidimizin ruhuna inşallah bir Quran surəsi oxuyaq. Sonra inşallah qonaqlarımız var. Şəhidimizin barəsində söz danışacaqlar. İnşallah onlara da söz verərik. Salavat edirik. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yusabbihu lillahi ma fis semavati ve ma fil ardil melikil kuddusil azizil hakim. والذي بعث في الأميين رسولا منهم يتلى عليهم آياته ويزكيهم لما يلحقوا بهم وهو العزيز الحكيم. ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم. مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين. قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عليم بالظالمين. يا رب العالمين إلهي أنا عبد لإمام حبهم فرض علينا لأوالي ولديه حسنا ثم حسينا يا مبعوث علينا جبل فانبجست من حسنة 10 عينا وصل على أشرف الأنبياء والمرسلين والحمد لله رب العالمين. إله آمين. اللهم صل على محمد وآل محمد. اللهم بلغ وأوصل الصواب وما قرأنا من كتابك الكريم وآياتك العظيم هدية منا واصلة لك. إله Pərverdigara oxuduğumuz Quran surəsini, Quran ayələrini cəmiyyən şəhidlərimizin barəsində bizlərdən dərəcəyi qəbul elə. İlah Pərverdigara şəhidlərimizin məqamını uca qərar versinə. İlah Pərverdigara şəhidlərimizin şifaətini, əzlərinə bizlərə də nəsib eləyinə. İlah Pərverdigara qalanlarını, əzlərini, balalarını, istəyənlərini, cəmiyyən ailəsini yerində səxi, səlamət elə. İlah Pərverdigara Kur'an'ımızı dereceye kabul eyle, ziyaretimizi dereceye kabul eyle. Bihakkı Muhammedin ve aleyh ve bil Fatiha ma salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin.
الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له Allah'ım Allah dereceyi kabul eylesin. Allah ruhunu şad eylesin. Allah valideynlerine de can sağlığı. Şəhidimizin anım günüdür bu gün. Ümumiyyətlə bu ay, sentyabr, oktyabr ayı şəhidlərimizin anım günüdür. Allah ruhların, məqamlarını uca qərar versin inşallah. Dövlətimizin də həmişə şəhid ailələrinə, Qarabağ qazilərinə, mən özüm də qaziyəm, bunu dəstəyi hiss edirəm. Həmişə dəstəyi olub. Allah dövlətimizin də həmişə başını uca qərar versin inşallah. İnşallah burada da icra hakimiyyətimizin mavini iştirak edin Gülnar xanım sözü ona verək inşallah şəhidimizin barəsində və onun ailəsi barəsində. İcazənizlə hörmətli Nəriman müəllim, hörmətli Solmaz xanım, Sevinç xanım, əziz balalarımız, Əli, Dəniz, Yağmur, ilk növbədə hər birinizə Abşeron İcra Hakimiyyəti başçısı cənab Abidin Fərzəliyev adına və sizin timsalında burada iştirak edən hər bir şəhid ailəsinə, yaxınına, üzvünə baş sağlığını, hörmətli ehtiramını çatdırın. Allah Teala rahmetimizin timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Əziz övladlarımız, sizin atanız tarixə düşdü, tarix yazdı. O heç zaman unudulmayacaq. Siz bilirsiniz ki, ölkə rəhbərimiz, mühtərəm prezidentimiz cənab İlham Əliyev, onun ailə üzvləri və biz hər birimiz vəzifədə işləyən hər bir şəxs, eyni zamanda hər bir vətəndaş sizin valideynimizin timsalında bütün şəhidlərimizin canından, qanından keçən şəhidlərimizin hər zaman diqqətdə saxlayır və hər zaman onların yazdığı tarixə ehtiramla yanaşır. Çünki sizin valideynləriniz, bizim qardaşlarımız bizim ərazi bütövlüyümüzü bərpa elədilər. Biz suveren ölkədə yaşayırıq və hal-hazırda keçmiş məcburi köçkünlər artıq öz ata-baba yurtlarına qayıdıblar. Orada həyat var və bu həyatı orada həyata keçirən məhz bu şəhidlərimiz olub, qazilərimiz olub. Təbii ki, orada şəhidlərimizin adları əbədləşir. Artıq sizin kimi övladlar alır. Nəinki yerli ölkəmizin gəncləri, eyni zamanda beynəlxalq artıq ölkələrdən, digər ölkələrdən artıq gənclər orada təhsil alır və Azərbaycanın, bax həmin o işğaldan azad olmuş torpaqların nə qədər gözəl olduğunu, nə qədər təbii sərvətlərlə zəngin olduğunu görürlər. Çıxışımı çox geniş edə bilərdim. Nəriman qardaşımız bu gənc yaşında öz şəhid qardaşları ilə birgə gənc yaşlarına baxmayaraq arzularını, ailəsini qoyub, təbii ki, vətənə öz sevgisini göstərdi və bizim də borcumuzdur, vətəndaş borcumuzdur. Hər zaman ehtiramla yad edək, hər zaman şəhid ailəmizin yanında olaq və bu cürdə olacaqdır. Bir daha Abdin müəllimin adına hörmətini, ehtiramını, baş sağlığını çatdırıram. Məkanları cənnət olsun. Hər zaman yanınızdayıq. Sağ olun Gülnar xanım, sağ olun. Bizim də salamlarımızı Abdin müəllimə çağırın. Abdin müəllim Abşeron rayon icra hakimiyyətinin başçısı gələndən mən belə deyərdim ki, bütün şəhidlərimizin yanındadır, qazilərimizin yanındadır, Abşeron zəhmətkeşlərinin yanındadır. Biz də öz təşəkkürümüzü bildiririk. Əlbəttə sizin bugün buraya gəlməyinizə Abdin müəllimin böyük fəaliyyəti var. Abdin müəllim işçiləri hər zaman bizlə birdir. Biz də öz təşəkkürümüzü bildiririk. Abdin müəllimə, sizə, icra hakimiyyətinin nümayəndəliyinə, bir neçə nümayəndəliyi buradadır. Kərəm müəllim başda olmaqla. Hamısına sağ ol deyirik ki, siz bax bugünkü yağışlı gündə, belə bir havada siz Ramidin şəhidlik zirvəsinə ucalmasına sözünüzü deyirsiniz. Biz bu hissi sizdən hiss edirik. Bu hissin əsas səbəbkarı da yəqin ki, bizim Azərbaycan Respublikasının prezidentidir, Ali Baş Komandanıdır. Onun dəstəyi ilə hər zaman bizlərə, valideynlərə, şəhid ailələrinə Abşeron rayon icra hakimiyyəti dəstək olur, yanımızda olur. Sağ olun, siz də sağ olun. İnşallah biz də söz verərdik.
Cəbrayıl Yahya müəllim burdadır. Müəllimin nümayəndə. İçəridə verər, hə, qalanlarını içəridə Bir eləyər. dənə Yahya Yağışlar müəllim durmasın. söz danışsın sonra. Allah şəhidlərimizə rəhmət eləsin, onun balalarına can sağlığı versin. Biz onların sayəsində bugün kəndimizə, elimizə, ovamıza gedirik, gəlirik, qəbirlərimizi bərpa edirik. Allah bütün canı şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Sizə Amin. Təşəkkür Amin. edirəm ki, bugünkü ziyarətdə hamı iştirak edir. Çox sağ olun. Sağ ol, sağ ol. Allah sağ ol, çox sağ olun. Allah razı olsun. İnşallah bundan sonra məclisimiz içəridə davam edəcək. Kim nə söz danışacaq, və sözləri Yəni əsas məsələ odur ki, qoy cəmaatımız da bilsin ki, Gülnar xanım bu günlərsi 3 şəhid ziyarətinə gedəcəkdir. Allah Hə, onun üçün də saat 10-dan gəlibdi. Allah Hə, razı ki olsun. ziyarət eləsin, getsin. Ona görə də Allah razı olsun. Gülnar xanım İnşallah bir şərait dua- yaradaq ki. السورة المباركة الفاتحة اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وآل محمد Allah kabul eləsin. Allah ziyarətinizi qəbul Məclisimiz içəridə davam edir. Bəli, məclis içəridə olacaq. İnşallah kimin nə ürək sözü olsa içəridə sözünü deyər inşallah. Allah razı olsun. Qoy müəllim gülür.
Zakir Allah rəhmət Abdülsün. eləsin. Artıq 5-ci ildir ki, biz qardaşımın timsalında burada bütün uyuyan şəhidlərimizi ziyarət edirik. Allah rəhmət eləsin. Məqamları ucadır onsuz da. İnşallah ki, ruhları da şad olar. Ailəsinə, uşaqlarına baxar. Onların gələcəyini görər. Şad olar ruhu. Allah sizlərə səbir versin. Sağ ol. Allah yoldaşına, bacımıza səbir versin. Sağ ol. Nə xoş bizə ki, biz də gəlib ziyarət eləyib qəlbimizdə az da olsa təskinlik tapa bilirik. Bu günlərdə bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah rəhmət eləsin. Millət vəkili Ceyhun Məmmədovun başsağlığını sizə çatdırıram. Özü də iştirak eləyəcəkdi şəxsən. Sağ olsun. Bugün iclas günü olduğuna görə məcburən ora qatılası oldu. Başsağlığını sizə çatdırıram. Allah rəhmət eləsin. Bizim də salamları çatdırın. Allah ölənlərinizə rəhmət eləsin. Sağ olun. Siz sağ olun ki, 5 il ərzində, mən dərdim 5 il ərzində elə biləm, mən özüm elə biləm birinci ildir. Amma 5 ildir siz mənimlə birlikdə buradasınız. Sizə təşəkkür edirəm, sizə can sağlığı arzulayıram. Allah ölənlərinizə rəhmət eləsin ki, siz bu illər ərzində məni tək qoymamışsınız. Hər zaman yanımızda olun. Allah ölənlərinizə rəhmət eləsin, Allah sizə can sağlığı versin. Özümüzü mən elə başa düşürəm İlham müəllim. Buyurun, bir sözünüz varsa deyil. Mən hesab edirəm ki, bizim borcumuzdur hər kəsin. Nəinki Cəbrayıllı, qeyri-Cəbrayıllı, hamımızın borcudur. Bu tək il dönümündə yox, ümumiyyətlə imkanımız dairəsində, hətta imkanımız dairəsində olmasa elə bir kəlmə sözlə, ildə bir dəfə də olsa bir ailə ödəyib bir ürək sözümüzü bildirməliyik mütləq şəkildə və 5 il, 10 il, 15 il sonra da bax bu günlərdə hər kəsin bu günündə bura yığışmaq mütləqdir. Həm bu sizə bir təskinlikdir. İkincisi də bizdən sonra gələcək nəsil, övladlarımız, öz övladları görsün ki, biz unutmuruq. Çünki bu adamlar Azərbaycan tarixinin şərəfli səhifəsini yazdılar. Bunlar bundan sonra bir əsr sonra, 2 əsr sonra da adları bu tarixdə qalası adamlardır. Birinci elə özüm olaraq, sonra yanımızda, ətrafımızda olan adamların hər kəsin borcusu gəlsin, Allah rəhmət eləsin desin, ruhları şad olsun. Allah sizə də bütün ailə üzvlərinizə səbir versin. O gözəl balalar gözümüzün qabağında böyüyüb. İnşallah onların xeyir işlərini görək. Bunlara yetməyən onlara çatsın. Allah onların bəxtini açıq eləsin, xoşbəxt olsunlar. İndi onun içinə nə qoyacaqlar özləri bilər. Sizlərlə. Sağ olun ki, belə ovladlar yetişdiniz. Ən əsası odur. İcazə verin keçək. İçəridə məclisimiz davam edir. İçəridə söhbətimiz edir. Allahın salamı və bərəkəti hər birimizin üzərinə olsun inşallah. Bu günləri şəhid Ramil Hacıyevin şəhadətindən 5 il ötür. Allah ruhunu şad eləsin inşallah. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Sözləri Əhməd Cavadın, musiqisi Hüzeyr Hacıbəylinin olan Azərbaycan Respublikasının dövlət himni səslənilir. Sen
Değerli qonaqlar, inşallah bütün qəlblərin zinəti olan, bütün əxlaqımızın zənginliyi olan, bütün mənəviyyatımızın nuranisi olan Qur'an-ı Kərimdən bir neçə ayələr oxunub, əziz şəhidimizin ruhuna hədiyyə ediləcək və cəmiən şəhidlərimizin ruhuna hədiyyə ediləcək və bunu da sizin nəzərinizə çatdırım ki, Qur'an-ı Kərim Ər-Rəh surəsi 204-cü ayədə Allah Müteal buyurur ki, Qur'an oxunan zaman əsla danışmayın, ona qulaq asın ki, bəlkə nicat tapasınız. Allah-u Müteal inşallah siz əzizləri və bizləri nicat tapanlardan edər. Və sözü də bu anda verirəm Şəhidlər Məscidinin imam mavini Hacı Cavid qardaşımıza inşallah. Şəhidlərimizin əziz və pak, müqəddəs ruhlarını salavat ilə yad edək. Allahümmə salli alə Muhammed və əli Muhammed. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم هو الذي بعث في الأميين رسولا ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم الله يؤتي من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا والله لا يهدي القوم الظالمين قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين بما قدمت أيديهم والله قل إن الموت الذي تفرون منه فإنه إلى عالم الغيب والشهادة إن كنتم تعلمون فإذا قضيت الصلاة فانتشروا في الأرض وابتغوا من فضل الله واذكروا الله qədərincə mükafatlandır. Qur'an-ı Kərimin cüzləri qədərincə əcr və mükafatla ruziləndir. Allahım bizləri əliflərə görə ülfətinlə, bələrə görə bərəkətinlə, tələrə görə tövbələrlə, sələrə görə savabınla, cimlərə görə camalınla, hələrə görə hikmətinlə, xalara görə xeyirlərinlə, dəllərə görə dəlillərinlə, zəllərə görə zəkanla, ralara görə rəhmətinlə, zələrə görə zəkatınla, sinlərə görə səadətinlə, şinlərə görə şəfaətinlə, sadlara görə sədaqətinlə, dadlara görə duhanın ziyasıyla, tağlara görə təravətinlə, zalara görə zəfərlərinlə, ayinlərə görə ilminlə, qayinlərə görə ğaniyyun zənginliyinlə, fələrə görə fəaliyyətinlə, qaflara görə qürbət yaxınlığınla, kəflərə görə kəramətinlə, ləmlərə görə lütfünlə, mimlərə görə nəsihətli muizələrinlə, nunlara görə nurunla, vavlara görə vüsalınla, hələrə görə hidayətinlə, yələrə görə yəqinliyinlə bizləri ruzləndir. Allahım bizləri Əl-Qur'an Əl-Əzim ilə faydalı et.
Əl-Həkim olan ayələri və zikirləri ilə bizləri ucalt. Bizlərdən oxuduqlarımızı qəbul et. Acizliyimizdən Qur'an-ı Kərimin tilavətində etdiyimiz xətalara və ya unutduqlarımıza görə və yaxud da ki, kəlmələri təhrif etdiyimizə görə bizləri bağışla. Düzgün təqdim edə bilmədiklərimizdən, yol verdiyimiz örtüklərimiz, artıqlarımız, nöqsanlarımıza görə, sənin nazil etdiyindən fərqli uzatmalara görə, sənin nazil etdiyindən fərqli uzatmalara görə və ya şübhə görə və ya şəkkə görə və ya suyu istifadə nəticəsində əyinti və səhvlərə görə və yaxud da ki, Qur'an-ı Kərimin tilavətindəki tələskinliyə görə və yaxud da ki, surətə görə və yaxud da ki, dilimizdəki əymələrə görə, həmçinin vəqf olmayan yerlərdəki vəqflərə görə, idğam olmayan yerlərdəki idğamlara görə, aşkarlanma olmayan yerlərdəki izharlara görə, mədlərdə, təşdidlərdə, həmzələrdə və cəzimlərdəki xətalara görə, Allahım və yaxud da ki, rəhmət və əzab ayələrinə yetişdikdə deymənin, rəğbətin, yəni qorxunun duyulmamasına görə və bütün bunlara görə Allahım bizləri bağışla, Allahım bizləri şahidlərdən qərar ver, Allahım qəlbimizi Qur'an-ı Kərimin nuru ilə münəvvər eylə, əxlaqımızı Qur'an-ı Əzimin əxlaqı ilə zənginləşdir. Cəhənnəm odunda Qur'an-ı Məcidlə bizləri qorur. Cənnətinə Qur'an-ı Kərimlə daxil et. Allahım Qur'an-ı Kərimi bizlər üçün dünyada həmdən, qəbr evində yaxın munis, sirətdə nur, cəhənnəm odunda örtük və hicab eylə. Allahım qəlbimizi, dilimizi kamilliklərlə ruziləndirib və xoşbəxt və kamil imanla bizləri müjdələ. Allah mütalın salamı olsun xəlq etdiklərinin ən meylisi, lütfünün təzahürü, ərşin nuru, bizlərə seyyid olaraq göndərilən Əşrəfül Ənbiya, Xatəbül Mursəlin, Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və aleyhi və səlləmin pak mütəhər müqəddəs ruhuna və onun pak mütəhər əhl-i beytinin ruhuna və onun həqiqi xeyirli sahabələrinin ruhuna. Allahümmə salli alə Muhammedin və ali Muhammed və haqqı Muhammedin və alihi tahirin. Şühədai Azərbaycan ələl-məxsus şəhid Ramid qardaşımızın ruhu şad və haqqı surətil mübarəkətil əl-fətihətil ixlas. Allahümmə salli alə Muhammed, Allahümmə salli alə Muhammedin və ali Muhammed. Mən bu sözü deyəcəm. Bəzən insanlar biz ilahiyyatçılara irad tuturlar ki, Qur'anı niyə Azərbaycan dilində oxuyur? Əziz və hörmətli qonaqlar, ziyarətçilər, sizin sabahınız xeyir olsun deyirəm, gününüz uğurlu, süfrəniz ruzu bərəkətli olsun. Bugün Ramid Nərmanoğlu'nun anım günüdür. 5 il bundan əvvəl, yəni 16 oktyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azadlığı uğrunda, vətənimizin, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda gedən müharibədə şəhidlik zirvəsinə, öz canını fəda verərək şəhidlik zirvəsinə yüksəlmişdir. Bu hal-hazırda aramızda, sıramızda yoxdur. Amma onun xatirələri, onun adı, onun sanı, onun hər bir hərəkətləri bizim ürəyimizdədir, qəlbimizdədir. Hər zaman biz onu anırıq, hər zaman biz onu yad edirik, gəlirik, iştirak edirik. Özünüz bilirsiniz ki, Ramid Nərmanoğlu uzun müddət Müdafiə Nazirliyində xidmət eləmiş və xidmət etdiyi müddət ərzində xidməti fəaliyyətinə görə, aktivliyinə görə, qəhrəmanlığına görə, şücaətinə görə dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyində və Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Biz də bu günü gəlib anım gününü qeyd edirik. Ramiddən bizə 3 dənə övlad yadigar qalmışdır. Onlar da buradadır. Allah onlara da can sağlığı versin. Onlar da atalarının yolunu davam elətdirsinlər. Təsirlərində uğurlar arzulayıram. Atasına, valideynlərinə, nəslinə, kökünə, ölkəmizə, millətimizə layıqlı övladlar olsunlar. Bir daha mən ziyarətçilərimizə burada iştirak etdiklərinə görə
gəlib anım günündə şəhidimizi ziyarət etdiklərinə görə minnətdarlığımı bildirirəm, onlara sağ ol deyirəm, ölənlərinə Allahdan rəhmət diləyirəm və qalanlarına da can sağlığı arzulayıram. Sağ olun. Hər vaxtınız xeyir olsun. Gələn qonaqların hamısını salamlayıram. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Ramid qardaşımızla biz bir yerdə Ali Hərbi Məktəbə qədəm qoymuşuq. Qarşımızda məqsədimiz olub, birinci kursdan bir yerdə olmuşuq, bir bölükdə olmuşuq. Hər işimiz bir yerdə olur. Və təsadüf də müharibə vaxtına gətirib çıxarıq. Müəyyən vaxtlarda bir yerlərdə xidmət eləmişik, amma müharibə vaxtında bir hissədə xidmət eləmişik. Hər işimiz, hər serimiz bir yerdə olub. Müharibə vaxtı 2027-ci il sentyabrın 20-ci ildə müharibə başlayandan ta mən yaralanan gündən kimi Ramid qardaşımla hər döyüşə girib çıxanda, hər tapşırıqları yerinə yetirəndə bir-birimizlə bölüşürdük. Hər serimizi, hər şəxsiyyətinə döyüş əhval-ruhiyyəsini Ramid qardaşımız həqiqətən də qəhrəman kimi döyüş tapşırığını yerinə yetirir. Öz tapşırığını tabur komandiri kimi nümunəvi, gələcək nesillər üçün özündən sonra bir miras qoyur. Düzdür, müharibə bitkisiz olmur. Allah bütün şəhidlərə rəhmət eləsin. Ramidin şəhid olması mən eşidəndə öncə demək olar ki, xəstəxanada müalicədə edib, aynanda onun şəhid olmasını mənə deyəndə düzdür, ağır olsa da mümkün daşımalı olur. Allah bütün şəhidlərə rəhmət eləsin, məkanları cənnət olsun. Bir daha bütün cəmi şəhidlərə rəhmət olsun. Ramid qardaşımız da onun içində. Ramid qardaşımız həqiqətən bir qəhrəmandır və onun, necə deyərlər, döyüş tapşırığı, döyüşdüyü hər bir yerdə, hər bir işğaldan azad olunmuş yerlərdə hər bir şəhidin, hər bir döyüşçünün haqqı var. Bu torpağa çünki onların qanı qarışır. Bunu hamı bilir, amma mənim üçün ağır da olsa, Allah Nərman dayıya, Sabit qardaşıma, ailəsinə Allah səbir versin. Biz də hər zaman sizin yanınızdayıq, düzdür. Ramid qardaşımızın yerin verə bilməsəydi, amma biz onunla bir yerdə, son nəfəsimizdə kimi bir yerdə olmuşuq. Allah şəhidlərə rəhmət eləsin, məkanları cənnət olsun. Geçelim.
Müzik